Hörmətli dinləyicilər, hər birinizin axşamı xeyirli və uğurlu olsun. Hər birinizi ürəkdən salamlayırıq. Aparıcınız mən Ceyhun Həsənli və bugün də qaydaları pozma verilişində önəmli, vacib, faydalı mövzulardan birini müzakirə edəcəyik və əminəm ki, hər zamanki kimi siz də bizim mövzularımıza, bugünkü mövzumuza daha dəqiq desəm, biganə qalmayacaqsınız. Bəli, bugün də yollarda ən çox müzakirə olunan məsələlərdən birinə toxunacağıq. Sürücülərin davranışı, qaydalara olan münasibəti və təəssüf ki, getdikcə artan, belə deyək, bəzi hallarda qayda pozuntularından danışacağıq. Bəzən düşünürük ki, problem yalnız yol şəraitindədir, amma reallıqda çox şey sükan arxasında oturan insanın davranışından asılı olur. Sürət həddinin aşılması, yol verməmək, telefondan istifadə, eyni zamanda bəzi vəziyyətlərdən sui-istifadə eləmək kimi hallar da var. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hər zaman sizi izləyir, hörmətli sürücülər. Hər zaman vacib məqamlarla bağlı, qayda pozan sürücülərlə bağlı müxtəlif paylaşımlar edir. Bugün bütün bu suallara cavab axtaracağıq. Səbəblər nədir? Sürücülər qaydaları niyə pozurlar? Bilərəkmi, bilməyərəkmi? Yollarda davranış qaydaları necədir? Bax, bunlarla bağlı mən əminəm ki, sizin də deyəcək sözləriniz var. Buyurun, yazın fikirlərinizi. WhatsApp nömrəmizdə gözləyirik. WhatsApp 055 455 10 77. O ki qaldı bizim bugünkü qonağımıza. Bugün Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov bizimlədir. Xoş gördük sizi, Ömər bəy, salamlayıram. Salam, xoş gördük. Biz də sizi və dinləyicilərimizi salamlayırıq. Birinci istəyirəm ki, bundan başlayaq. Dəfələrlə təbii ki, biz bu mövzulara toxunmuşuq. Nəzərə alaq ki, artıq bayram da yaxınlaşır. Dünən də İlaxır çərşənbə idi. Bayram həftəsidir. Həm Ramazan bayramı və eyni zamanda bizim milli bayramımız, Novruz bayramımız. Rayonlara artıq gedənlər, mən yollarda artıq görürəm müəyyən vaxtlarda ki, artıq gedənlər var. Ola bilər ki, rayonlardan da, yəni Bakımıza üst tutan insanlar var. Bakıda məhz paytaxtda keçirəcəklər bayramları. Birinci onlara tövsiyə ilə başlayaq. Çünki nəzərə alaq ki, bu həftədə və gələn həftədə bayram həftəsi olacaq. Nələrə diqqət eləmək lazımdır və ələxüsus da bayram günlərində siz daha çox izləyirsiniz, müşahidələr aparırsınız. Ən çox pozulan qaydalar hansılardır, yəni sürücülər tərəfindən? Buyurun. Bəli, elə fürsətdən istifadə edib dinləyicilərimizi bayram münasibətilə təbrik edirəm. Və biz Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq da ümumilikdə yol hərəkəti iştirakçılarına birinci növbədə bölgələrə səfər edən sürücülərimizə, təbii ki, yaxınları ilə birlikdə səfər edənlər də az deyil. Birinci növbədə yollarda maksimum diqqətli olmaqlarını, sürət həddini keçməmələrini, mütləq və mütləq səbirli olmalarını və qeyd olunan ümumiyyətlə yol nişanlarının tələblərinə əməl etmələrini tövsiyə edirik və müraciət edərək bildiririk ki, bu bayramda təbii ki, hər birimiz sağ-salamat ünvan başına çatmalıyıq. Bunun üçün də qeyd etdiyimiz nüanslara ciddi şəkildə əməl etmək lazımdır. Kim ki, yollarda yalnız özlərini tək hiss edəcəksə, hər kəs ona yol verməlidir düşüncəsi ilə yanaşacaqsa, sürət həddini keçəcəksə, təhlükəli manevrlər edəcəksə, xüsusilə də bölgələrə getdikdə rayon yollarında 90 km/saat, onsuz radar yoxdur, görən yoxdur, 120-130, yəni sürət həddini aşacaqsa və deyilən tövsiyələrə əməl etməyəcəksə, qaydaları heçə sayacaqsa, təbii ki, yol nəqliyyat hadisəsinin iştirakçısı olacaq, geci və ya tezi. Ona görə də birinci növbədə bayramı yüksək əhval-ruhiyyə ilə keçirilmək üçün qaydalara əməl etməliyik yollarda və əsas da yol nişanlarının tələblərinə ciddi əməl etməliyik. Bir məsələni də qeyd edim ki, deməli, sabah ayın artıq 20-sindən qeyri-iş günü başlayır, yəni bayram tətili başlayır, belə deyək, 19-u. Yox, sabah o biri gündən başlayır. Sabah sonuncu iş günüdür. Bəli, sabah sonuncu iş günüdür, bəli, çox doğru. Deyirəm, yaxşı olardı ki, təbii ki,
biz burada rayonlar arası avtobuslardan, yəni beynəlxalq avtovağzallar əvvəlcədən məlumat verildiyi kimi onlayn bilet alıb avtobuslardan istifadə etməklə yanaşı minik avtomobillərindən istifadə edən də sürücülər təbii ki, adətən bayram günlərində, bayramın ilk və sonuncu günləri şəhərə giriş-çıxışda cənub-şimal istiqamətlərində çətinlik yaranır, bəli. Nəqliyyat sıxlığı yaranır. Yəni bunu nəzərə alsınlar əvvəlcədən. Erkən saatlarından yollara, deməli yola düşməyə başlasınlar və dediyimiz kimi biz istəyirik ki, hər birimiz bayramı yaxşı keçirək, qəzasız, bəlasız keçirək. Bunun üçün də qaydalara əməl edək. O ki qaldı daha çox hansı qaydalara pozurlar və təbii ki, mən bu məsələləri qeyd etdim. Dediyimiz kimi, səhv eləmirəmsə, təxminən 4-5 il bundan əvvəl yeni il günü, dekabrın 31-i yeni il günü, yanvarın 1-də Heydər Əliyev prospektində ağır, səhv eləmirəmsə 5 nəfərin ölümü, yoxsa 4 nəfərin ölümü ilə nəticələnən qəza baş verdi. Və o qəza elə bir ağır qəza idi ki, yəqin ki, onu xatırlanmayan dinləyicilərimiz az idi. Və bayramın sabahsı günü belə bir qəza baş verdi. Yəni təbii ki, indi bu qəzanın hansı səbəbdən baş verdi, indi yekun istintaq orqanının məhkəmənin də qərarı oldu filan, amma istənilən halda belə bir faciəvi bir qəza baş verdi. Yəni bu qəza, bu cür qəzalar hər birimiz üçün bir nəticə olmalıdır və evdən çıxanda və yaxud işdən çıxanda və yaxud da ki, bayramı qeyd edəndə, rayona gedəndə belə biz birinci növbədə sağ-salamat çatmağımızı düşünməliyik və hər bir sürücü də zolaqlar üzrə hərəkət etsə, qaydalara əməl etsə, bu qəzalar da mənə elə gəlir ki, baş verməz, baş versə belə maddi zərərlə nəticələnən qəzalar olar. Təhlükəli manevrlər etmək, xüsusilə də rayon yollarında yüksək sürətlə nəqliyyat vasitəsini idarə etmək, ara məsafəsi saxlamamaq və biz bunu dəfələrlə deyirik ki, artıq bu hər bir sürücüyə sual versək ki, qəzanın baş verməsinin səbəbi nədir? O artıq çox rahatlıqla deyəcək. Biz bunu həm də dəfələrlə deməkdə də məqsədimiz odur ki, biz psixoloji olaraq hər birimizin beynində o alt mətləbdə bir qalsın ki, orada şuuraltı qalmalıdır, bəli. Qəzalar bu səbəbdən baş verir. Qeyd etdiyimiz kimi əsas yüksək sürət və diqqətin yayılması qəzaların baş verməsinə səbəb olur. Ona görə də maksimum diqqətli olmağı tövsiyə edirik. Və təbii ki, bu bayram günlərində rayonlara üst tutanlar və ya rayondan da paytaxt Bakıya üst tutan, yəni şəxslər, sürücülər daha çox diqqətli olmalıdır və mütləq yuxu rejimi məsələsi də bu da ən aktual məsələlərdən biridir. Və nəzərə alaq ki, belə olmadığı təqdirdə digər nəqliyyat ekspertlərimiz də hər zaman bunu dönə-dönə tapşırırlar ki, əgər sükan arxasındasınızsa və uzaq yol gedəcəksinizsə, xüsusi olaraq sizdə hər şey qaydasında olmalıdır. Nə mənada? Yəni yuxu rejimi qaydasında olmalıdır, yorğun olmamalısınız. Ola bilər ki, hər hansı bir stres var və nə bilim özünüzü yaxşı hiss eləmirsiniz. Misal üçün ən salamatı ilə yola çıxmamaqdır. Yəni sürücü olaraq yola çıxmamaqdır. Bunun üçün başqa variantlar da var. Taksidən istifadə eləmək, bayaq siz dediyiniz kimi yəni avtobuslardan, hansı ki rayonlara üst tuturlar, onlardan yəni istifadə eləmək daha məqbul sayılır, ya da ki, başqa bir insan sizi apara bilər. Yəni, sükan arxasında önəmli odur ki, olmayasınız. Əks halda elə dediyiniz kimi, bu bayram günlərində qanqaraçılıq deyir, olmasın. Ona görə də ehtiyat olaq. Çox təəssüf ki, amma bəzən bayram günlərində baxırsan, xoş gündür, bayramı qeyd edirsən, xəbərlər proqramında yəni xəbər yayılır ki, ağır bir qəza oldu. Həqiqətən heç ürək açan xəbərlər deyil. Heç vaxt olmasın, amma bayram günlərində ümumiyyətlə olmasın. Ona görə də diqqətli olmaq lazımdır, hörmətli sürücülərimiz yolda. Buyurun, nəsə demək istəyirsiniz? Qəzalar niyə baş verir? Qəza iştirakçısı olanlardan ya hər birinin, ya da birinin səhvi ucubatından qaydalara əməl etməməsi səbəbindən baş verir. Ona görə də məsələn, adi paytaxt yollarında diqqət yetirsək, görərik ki, hələ də təəssüflər olsun ki, bəzi sürücülər var ki, bir məqsədlə yola çıxır ki, hamıdan tez mən çatım, deməli, hamı mənə yol versin, lazım olsa səki ilə hərəkət edərəm. Yəni, hələ də bu düşüncədə olan sürücülər var.
Biz nə qədər ki biz dedikdə, yəni bax bu cür düşüncədə olan sürücülər nə qədər ki o düşüncələrin dəyişməsələr, atdıqları addımın nə qədər ayıb bir şey olduğunu bilməsələr, fikirləşməsələr, qıraqdan nə qədər eybəcər görsəndiyini, qıraqda öz qaydaya əməl edib öz yolu ilə, öz zolağı ilə gedən sürücülərin gözündə nə qədər belə desək, kobud desək elə eybəcər görsəndiyini bilməsələr, bu qəzalar baş verəcək. Yəni köklü şəkildə düşüncə tərzimiz dəyişilməlidir. Sürücü çəkil qırağa, mənə yol ver, mən tələsirəm düşüncəsindən və yaxud tıxazdır, sıxlıqdır da, bunu eləməsən alınmayacaq düşüncəsindən artıq mənə elə gəlir ki, biz uzaqlaşmaq lazımdır. Bəli. Bəli, bu gün sürücülərin qayda pozmasından danışırıq və davranışlarından, neqativ, yaxşı olmayan davranışlarından biz danışırıq. Fikirləriniz varsa, buyurun bizə göndərin. Sizcə yollarda ən çox hansı qaydalar pozulur və özünüz ən çox hansı sürücü davranışından narahat olmusunuz? Bizə yaza bilərsiniz. Həm yazılı, həm də səsli mesajlarınızı gözləyirik. WhatsApp 055 455 10 77. İsmail bəyin səsli mesajı var, dinləyək, buyursun. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Salamlayıram. Buyurun. Qarşıdan gələn bayramlarınız mübarək olsun. Çox sağ olun. Allah oruclarınızı qəbul eləsin. Deməli, bu qəzalarla bağlı nə demək istəyirdim? Qonağımız misal çəkdi bu rayonlar məsələsində. Bu yeni ildə rayona gedərkən üzü şimala doğru 4 qəza şahidi oldum. Birində özüm iştirak etdim. Necə iştirak etdim? Avtomobildən bir xanımla 2 övladını çıxarmaq üçün köməklik çıxarmasında köməklikdə iştirak etdim. Digər bir avtomobildə xanım sürücü sürət həddində olduğuna görə qəza etmişdi və vəfat etmişdi. Digər bir avtomobil yenə sürət həddinə görə qəza etmişdi, ancaq ki sərnişinlər yaxşı vəziyyətdə idilər. Digər bir qəza isə yenə diqqətsizlikdən olmuşdu, ancaq ki yenə bir yüngülvari bir qəza idi. Yəni onu demək istəyirəm ki, sürücülər rayonlara gedəndə diqqətli olsunlar yollarda, sürət həddini aşmasınlar. Radarı görüb yaxınlaşıb, radarı keçdikdən sonra qazın loru dildə desək üstünə çıxmasınlar. Kəskin döngələrdə sürət azaltsınlar. Dəfələrlə şahid olmuşam ki, kəskin döngələrdə sürəti azaltmadan dönürlər. Deməli, sonra bu yolun kənarında olan tablolara diqqət yetirsinlər, sürət tablolarına. Hansı ki, orada işarələr qoyulur ki, burada hər hansı bir heyvan çıxa bilər kənardan və yaxud da ki, hansısa bir qəsəbəyə, kəndə daxil oluruq. Yəni orada nəzərə alınsa ki, insanlar var, hər hansı bir nəsə bir çıxa bilər kənardan. Ona görə yəni bu növbəti bu üzümüzə gələn bayramlarda arzu edirəm ki, inşallah qəzalar olmaz, hamı gedib sağ-salamat çatar və diqqətli olsunlar, telefondan, digər diqqət yayındırıcı və vasitələrdən istifadə etməsinlər. Təşəkkür. Biz də təşəkkür edirik İsmail bəy deyilən bütün yəni bu fikirlərə, sözlərə, tövsiyələrə hər zaman yəni biz də qoşuluruq daimi dinləyicilərimizdən də İsmail bəy hər zaman da bizim mövzumuza biganə qalmır və öz fikirlərini söyləyir. Hər dəfə fikir verirəm. Bəli. Daimi dinləyicimiz İsmail bəy sanki bizim ürəyimiz o. Yəni bizim deyəcəyimiz sözü deyil. Bəli, baxın qeyd etdiyi kimi yeni ildə bir neçə yol nəqliyyat hadisəsinin nəticəsinin şahid olub, belə deyək. Baş verən qəzanın nəticəsinin şahidi olub ki, bu qəza nə ilə nəticələnib. Və mənə elə gəlir ki, bu çıxış artıq bir çox sürücülər üçün, yəni bizi dinləyən sürücülərimiz üçün bir belə deyək, bir dərs olmalıdır ki, belə qəzalar baş verir. Özləri də elə yolda hərəkət edəndə o qəzadan sonrakı vəziyyəti görürlər və bu da bir onların hisslərinə toxunur. Amma istənilən halda əvvəlcədən
biz burada deyirik, qəzalar baş verə bilər. Qəzaların baş verməməsi həm də əsas bizim öz əlimizdən asılı, bizim özümüzdən asılıdır. Bu qəzaların iştirakçısı olmamaq üçün də dediyimiz kimi qaydalara əməl eləməliyik. Məsələ bilmirəm, indi cərimə ilə bağlı çoxsaylı belə fikirlər hər zaman gəlir. Cərimələr ümumiyyətlə bəzən cərimələnmək istəmir də hər bir sürücü, amma cərimə bir çəkindirmə vasitəsidir. Başqa bir bilmirəm alternativlər varmı buna görə dünyada, amma ilk, yəni əsas olan ən böyük güc vasitəsi kimi təbii ki cərimələr tətbiq olunur. Amma var belə sürücülər ki, nəyə gəlmək istəyirəm Ömər bəy? Cərimələrdən belə nəticə çıxarmır. Yəni doğrudan da var belə sürücülər, o bal məsələsi artır və yenə də sanki bu normaldır, yenə də bu ola bilər kimi yəni yanaşmalar var. Hətta dəfələrlə olub ki, reydlər aparılır polislərimiz tərəfindən. Əşi nədir, cəriməmdir, yaz getsin də. Ya bu kimi çıxışlar, hətta cəriməyə belə özünü müdafiə kimi yanaşmalar, bu ümumiyyətlə nədir? Yəni bu psixologiya çox təəssüf ki, yəni qaydaları pozmaq bir tərəfdən, yəni ona gəlmək istəyirəm və özünü nədəsə yenə də müdafiə eləmək. Bilirsiniz, türklərin xoşuma gələn bir sözü var. Deyir, həm suçlu, həm güclü. Yəni həm günahkardır, amma həm də özünü güclü göstərmək istəyir. Bax, yəqin siz də müşahidələr aparanda bəzi sürücülərdə bunu hiss eləmisiniz və görmüsünüz, müşahidə eləmisiniz. Buyurun. Yenə də qeyd etdiyim o fikrə qayıdıram ki, dediyimiz məsələdə bir məqsəd var. Yolda, yəni yollarda özünü tək hiss etmək düşüncəsi. Məsələn, hər birimiz qayda poza bilərik, hər birimiz cərimələnə bilərik. Əsas odur, ondan nəticə çıxaraq. Son vaxtlarda artıq cərimə olunan şəxslər, yəni pozduqları qayda pozuntularının görüntülərini sosial şəbəkədə fəxr edirmiş kimi paylaşırlar. Amma ondan nəticə çıxarırlarmı? Artıq sürücülərin öz öhdəsinə buraxırıq. Yəni təbii ki, heç bir sürücü, heç bir piyada istəməz ki, cərimə olunsun. Və heç bir yol polisi əməkdaşı da istəməz ki, deməli, qəzalar baş versin, ağır xəsarət, ölüm olsun. Və indi biz müşahidə kameraları vasitəsilə baxırıq, müşahidə eləyirik, görürük, amma onu qəza baş verən ərazidə olan vətəndaşlarımız görə bilər. Yəni çoxluq onu görə bilmir. Bilsələr ki, bizim sürücülərimiz, vətəndaşlarımız, dinləyicilərimiz bilsələr ki, qəza zamanı, xüsusilə də ağır yol nəqliyyat hadisələri baş verən zaman qəzadan sonraki saniyələrdə, dəqiqələrdə, saatda, hadisə yerində nələr yaşanır? Mənə elə gəlir ki, o hər birimiz üçün bir dərs olur. Dərs olmalı, bəli. Ora qəza baş verir, yaxınlıqda deməli olan vətəndaşlarımız köməyə qaçırlar, sürücülər avtomobillərini saxlayıb köməyə qaçırlar, əraziyə yol polisi gəlir, yol polisi həm hərəkətin təhlükəsizliyini təmin edir, həm oradakı vətəndaşların deməli qəzada xəsarət alanların avtomobildən çıxarılması, onların təcili tibbi yardıma deməli aparılması, təhvil verilməsi, yəni bəli. Bütün bu proseslər bir şeyə xidmət edir ki, orada ölüm olmasın. Amma yaxşı, bunu bax bu qeyd etdiklərimi o hansı ki sizin dediyiniz bəzi sürücülər var, məsələn özünü müdafiə eləməyə çalışır, bəli. Özüm bilərəm. Onlar bir fikirləşirlərmi? Yəni indi baxın, bəlkə də bəzi dinləyicilərimiz var ki, nə var ya, oturub orada mikrofon arxasında danışır. Məsləhət verir. Amma yəni bir bilsələr ki, dediyimiz kimi biz kameralarının qeydə aldığı hansı görüntüləri görürük, hansı qayda pozuntularını görürük və o səbəbdən nə cür qəzalar baş verir. İnan ki, onlar da bizdən çox danışır. Bəli. Növbədə isə İlham bəyin səsli mesajı ilə davam edək. Buyursun. Salam, hörmətli aparıcılar, necəsiz? Çox sağ olun. Sizə səs göndərən İlham Şəbiyev, ehtiyatda olan komandir, tibb xidməti mayoru Löşbatan qəsəbəsindən. Çox gözəl mövzu qoyubsunuz.
Qarşıdan gələn Ramazan bayramı, Novruz bayramı münasibətilə xalqımızı təbrik edirəm. Xalqımıza cansağlığı arzulayıram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza cansağlığı arzulayıram. Mən mövzu ilə əlaqədar onu deyə bilərəm ki, bizim sürücülər çox səbirsizdirlər. Bütün qəzaların bir çoxu belə deyə səbirsizlikdən baş verir. Tələsirlər, qaydalara əməl eləmirlər. Yəni mən bir sürücü kimi 11 ildir maşın sürürəm, qaydalara əməl edirəm və eyni zamanda sürücü adı ilə maşın sürürəm, ancaq sürə bilməyənlərdən də özümü gözləyirəm. Ehtiyatsız piyadalarımız var. Piyadalarımız çox vaxt piyada keçidini qoyurlar, tələsik qaçırlar yola. Cavan uşaqlar indi sürücülər belə səbirsizdirlər daha doğrusu. İndi mən ehtiyatlı sürürəm də. Həmişə evdən çıxanda deyirəm ay Allah, bütün sürücülər qəzadan qoru, mən də onun içində. Ancaq yenə də Allah aparıb Allah gətirir. Biz sükan tuturuq da. O qədər yazılmayan qaydalar var. Məsələn, mən həmişə piyadalara yol verirəm nəyə görə ki, piyada keçidindən keçməsə də. Bəlkə məndən sonraki maşın, avtomaşın onu vuracaq, həyata məhv olacaq, 50 ola bilər, dünyadan köçə bilər vaxtsız. Yəni mən ona görə deyirəm ki, Allah bütün sürücülərimizə səbr versin. 5 dəqiqə tez çatmaqla dünya dağılmaz. Yəni tələsmək olar, hər hansı bir kiməsə kömək üçün, təcili xəstə ola bilər, yaralı apara bilərsən. Mən də onları eləmişəm hamısını, yenə də qaydalara əməl eləmişəm. Allah dövlətimizi qorusun, dövlət başçımızı qorusun, xalqımıza sülh, səadət, əmanlıq arzulayıram. Bugün Xan kəndində, Füzulidə, Laçında, Xocalıda bayram tonqalları yanır. Bu bizi çox sevindirir. İnşallah xalqımıza bundan daha gözəl günlər arzulayıram. Sağ olun. Siz də sağ olun İlham bəy, çox sağ olun, Təşəkkür minnətdarıq sizə, təşəkkürümüzü bildiririk. Emin Allahverdiyevin səsini indi təqdim eləyəcəyik. Sabah da yeri gəlmişkən bizim studiyamızın qonağı olacaq. Bizim Emin bəydir. Hər 4-cü günü Emin bəyin səsini elə Avto FM radiosunda eşidirsiniz. Emin bəy həm də bizim dinləyicimizdir. Və Ömər bəy sizin xüsusi olaraq fikirlərinizi də bəyənir hər zaman. Sığorta sahəsində kifayət qədər təcrübəli, kifayət qədər savadlı və hər bir sürücünün faydalana biləcəyi bir şəxsi. Bəli. Efirdə də dinləyirik, qulaq asırıq, tövsiyələrinə də əməl edirik. Həmişə qonağımız olur, studiyamızdan səsi gəlir. Bu dəfə dinləyici olaraq mövzuya münasibət bildirəcək. Salam, hər vaxtınız xeyirli hər olsun. Vaxtınız xeyirli. Dəyərli Ceyhun bəy və çox hörmətli Ömər bəy, hər ikinizi salamlayıram. Çox sağ olun. Maraqlı bir mövzu gündəmə gətirmisiniz. Mən hesab edirəm ki, qaydalara riayət etməyən sürücülər məhz elə qaydaları yaxşı bilməyən və onu yaxşı mənimsəməyən şəxslərdir və hesab edirəm ki, bu gün qaydanın pozulması, ona riayət edilməməsi bir digər halı da məhz elə sürücülərin tələskən davranmasıdır, avtomobildə mənzil başına daha sürətli çatacağını iddia etməsidir, lakin belə olduqda da digər bir tıxaca gedib düşmüş olur həmin şəxs. Yəni siz nə qədər də tələsməyə çalışsanız, məsafəni şəhər mühitində çox da sürətlə qət etmək olmur, əfsuslar olsun ki. Mən hesab edirəm ki, bugün daha çox qaydaların pozulması da yol nəqliyyat hadisələrinə səbəb olur. Buna görə tövsiyəmiz məsələ, mən bir dinləyici olaraq da tövsiyə edirəm ki, məsafə qət edərkən tələsmək lazım deyil və maksimum qaydalara riayət etmək lazımdır. Təşəkkür edirik Emin bəy. Çox sağ olun deyirik. Sabah da sizi gözləyirik studiyamızda. Ömər bəy, mən sizə də təşəkkür edirəm. Çox sağ olun. Vacib mövzuya toxunduq bugün. Maraqlı məqamları dilə gətirdik. Bizim bir mesajımız da var. Bir mesajımız da olacaq. Dinləyicimizin səsini də eşitdirək. Son, yəni səsli mesajımız olacaq. Fikirləriniz çox maraqlı idi, əziz və hörmətli bizi dinləyən dinləyicilərimiz. Daha bir mesaj var, yazılar ki, mənə heç nə olmaz deyib yola çıxan bəzi sürücülər var. Məhz onlara görə şəhər yollarında sürət həddi maksimum saatda 50 kilometr olmalıdır. Bu isə İrfan Məmmədlidir. Bu da bizim İrfanımızdır. Təşəkkür edirik. Hər zaman Avto FM radiosunun dinləyicisi, İctimai televiziyanın aparıcısı. Sabaha saxlamayaq bəli verilişinin. Bəli, dediyi ilə də razıyıq. Bir məqsəd var belə sürücülərdə ki, mənə heç nə olmaz. Yəni İrfan bəy dediyi kimi də çox doğru. Bu düşüncə ilə yola çıxanların əksəriyyəti də elə qəza iştirakçısı olurlar.
Çox təəssüf ki. Təşəkkür edirik Ürfan bəyə də, hər zaman o da bizim dinləyicilərimizdəndir. Biz də onun tamaşaçısıyıq verilişinin, sabaha saxlamayaq verilişinin. Uğurlar arzu edirik, təşəkkür edirik. Bir daha təşəkkürümü bildirirəm sizə Ömər bəy. Çox sağ olun ki, gəldiniz. Bugün vacib, önəmli məqamlara toxunduq. Bir daha xatırladıram ki, bugün qonağımız Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov idi.